İstəyir boya olsun, istəyir aboy olsun, yəni divar kağızı olsun, fərqi yoxdur. Hər tərkib etibarı ilə indi hal-hazırda filizilin tipli aboylar daha çox istifadə olunur. İnanmıram ki, kimsə daha indi hal-hazırda o aşağı ucuz aboylardan istifadə etsinlər. Çünki o belə deyim də sizə, onların da özünün vurulma texnikasında, ucuz aboylarında vurulursa, baxırsınız ki, çox yerdə stıklar əmələ gətirir, yəni şovlar əmələ gətirir və o kəsintisində problem olur deyə. Ona görə yəni çox az istifadə olunur. Daha çox kirayə verilən mənzillərdə o ucuz aboylardan istifadə olunur. Amma ümumiyyətlə, bəli, divar kağızlarının tərkibinə görə ekoloji təmiz olan məhsulların keyfiyyəti baha olur. Bu həm boyalara aiddir, həmçində divar kağızlarına aiddir. Məsələn, divar kağızı və boyaların xüsusi bir növləri var ki, məsələn, boyanın özündə gümüş tozu effekti var ki, o bir növ bronxial asma üçün nəzərdə tutulur.